Salam, bugün saat qurşaqları yerin öz oxu ətrafında hərəkəti mövzusundan B qrup tapşırıqlara baxacağıq. Başlayırıq 46-cı sual. 20 dərəcəyə paralelin 1 dərəcəyə qövsün uzunluğu 104,6 kilometrdir. Bu paralel boyunca yerin öz xəyali oxu ətrafında orta fırlanma sürətini hesablayın. Orta fırlanma sürəti 1 saata əsasən hesablanır. Burada da yazıb baxın. Kilometr bölünsün saat. Biz indi 20 dərəcə paraleldə 1 saatda yer kürəsinin nə qədər yol getdiyini tapmalıyıq. 1 saatın 15 dərəcəyə bərabər olduğunu bilirik. 20 dərəcəyə paraleldə də 1 dərəcə 104,6-dırsa, 15 dərəcə neçə kilometr tapmaq üçün 104,6-nı vururuq 15 dərəcəyə. Bu da 1569 kilometr edəcək. Cavab olur D variantı. 47-ci suala baxın. K və L məntəqələrinin ümumi cəhətləri. Deməli, baxırıq. K və L eyni paralelin üstündədirlər. Amma fərqli meridianlardadırlar. Yəni, coğrafi enlikləri eynidir, amma coğrafi uzunluqları fərqlidir. Coğrafi koordinatları eynidir, səhvdir, çünki uzunluqları fərqlidir. Şimal tropik xəttinə qədər olan ən qısa məsafə eynidir, bəli, çünki eyni paralelin üstündədirlər. Yerli vaxtları eynidir, xeyr. Yerli vaxtın eyni olması üçün eyni meridian üzərində olmalıdırlar. Qütblərdən məsafələri eynidir, bəli, çünki eyni paralelin üzərindədirlər. Eyni işıqlanmadadırlar, bəli, çünki eyni paralelin üzərindədirlər. Cavab olur 2, 4, 5. E variantı. Bütün saat qurşaqlarında yerləşən müvafiq materik və okean. Hər hansısa bir ərazinin bütün saat qurşaqlarında yerləşə bilməsi üçün həmin ərazilərdən bütün meridianlar keçməlidir. Bütün meridianlar şimal qütbü ilə cənub qütbünü birləşir deyə biz burada şimal qütbündə yerləşən Şimal Buzlu Okeanı və cənub qütbündə yerləşən Antarktida materikini seçməliyik. Cavab olur E variantı. 49-cu suala baxırıq. Bakıda yerli vaxtla saat 10:00 olarsa, cədvəldə verilmiş məntəqələrin yerli vaxtlarını nəzərə alaraq hansının 45 dərəcə şərq uzunluğunda yerləşdiyini müəyyən edin. Əvvəlcə Bakının yerləşdiyi uzunluğu qeyd edin. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Məntəqə isə 45 şərqdə olarsa, bunlar arasında 5 dərəcə məsafə yaranır. 1 dərəcəmiz 4 dəqiqədirsə, 5 dərəcəmiz 20 dəqiqəyə bərabərdir. Yəni məntəqə ilə Bakı arasında 20 dəqiqə vaxt fərqi olmalıdır. Bakı daha şərqdə yerləşdiyi üçün Bakı irəlidə olmalıdır. Yəni 10:00-dan 20 dəqiqə geriyə gedərsək, bu 9:40 eləyir. O da şərq məntəqəsinə aiddir. Günəşin eyni anda səmada vəziyyətləri göstərilən məntəqələrdən hansı daha şərqdədir? Daha şərqdə olan daha irəlidə olmalıdır. Məsələn, birinci məntəqədə günəş tən ortadadır. Təxminən saat 12:00. B məntəqəsində günəş artıq batmağa doğru gedir. Axşamüstüdür. Burada saat 18:00 ola bilər və ya 19:00, fərqi yoxdur. Əsas o da axşamüstüdür, batır günəş. C variantında günəş hələ günortaya çatmayıb. Saat təxminən 11:10 bu aralıqdadır. D variantında günəş günortanı təzə keçib, saat 13:14:00 bu aralıqdadır. E variantında günəş təzə çıxır, saat 06 və ya 07:00. Burada saat hesabı ilə ən qabaq olan B məntəqəsi oldu. Ona görə B məntəqəsi daha şərqdə yerləşir. 51-ci sual. Bakıda yerli vaxtla 1 avqust saat 3:40-dır. Bu zaman 35 dərəcə qərb uzunluğunda hansı gün və saat neçədir? Bakının uzunluğu 50 dərəcə şərq uzunluğudur. Məntəqə isə 35 dərəcə qərb uzunluğunda yerləşir. Bu ikisinin arasında bir Greenwich meridianı olduğu üçün biri şərqdir, biri qərb. Biz bunlar arasındakı məsafəni tapanda ikisini toplayırıq. 35 və 50-ni toplayanda 85 dərəcə alır. Aradakı məsafə 85 dərəcədir. İndi bu 85 dərəcəni zamana çevirməliyik. Bunun üçün 85-i 15-ə bölürük. 85-in içində 15 5 dəfə tam yerləşir. Yəni 5 saat.
75 eləyir 15-i 5-ə vuranda 10 dərəcə yerdə qalır. 1 dərəcəmiz 4 dəqiqədirsə 10 dərəcəmiz də 40 dəqiqə edir. Deməli, məntəqə ilə Bakı arasında 5 saat 40 dəqiqə zaman fərqi var. Məntəqə daha qərbdə yerləşdiyi üçün 5 saat 40 dəqiqə geridə olacaq. Saat 3:40-dan 5 saat 40 dəqiqə geri gedərsək, 3 saat 40 dəqiqə sonra 00:00-a çatırıq. 2 saat qalır yerdə. 2 saat isə bir gün əvvələ keçməliyik. Çünki 00:00 keçəndən sonra gün dəyişir. Bir gün əvvələ keçirik, 2 saat olur 22:00 və 1 avqust olur 31 iyul. Cavab 31 iyul 22:00. Sxema əsasən B nöqtəsində yerli vaxtla saat 23:00 olarsa, A və C məntəqələrində müvafiq olaraq yerli vaxtları müəyyən edin. B məntəqəsi yerləşir Qrinviçin üzərində. 0 dərəcəli uzunluqda. A 45 dərəcə qərbdə, C isə 45 dərəcə şərqdə. Birinci baxaq görək 45 dərəcə nə qədər zaman fərqi yaradır. 45-i bölək 15-ə 3 dəfə tam düşdü. 3 saat zaman fərqi var. A qərbdə olduğu üçün 3 saat geri olacaq. 23:00-dan 3 saat geri getsək 20:00 edir. Yəni A məntəqəsində saat 20:00. 3 saat irəli getsək 1 saat sonra saat 12 olur, gecə 12. 2 saatda növbəti günə keçirik, yəni gecə 2:00. C gecə 2:00, A 20:00, elə A variantı. Sankt-Peterburq şəhərini onunla eyni enlikdə yerləşən Oslo şəhərindən fərqləndirən cəhət. Sankt-Peterburq 30 dərəcə şərq uzunluğundadır, Oslo 11 dərəcə şərq uzunluğundadır. Yayda gündüzlər daha uzun olur. Xeyr, eyni paraleldirlərsə eyni olacaq. Qütb ulduzu daha böyük bucaqla görsənir. Eyni paraleldə olduqları üçün mümkün deyil. Qışda gecələr daha qısa olur. Bu da mümkün deyil. Eyni paraleldədirlər. Yerli vaxtı daha irəlidir. Bəli. Çünki 30 şərq 11 şərqdən daha şərqdədir. Yerli vaxtlar irəlidir. Yayda gecələr daha qısa olur. Xeyr. Bu paralelə görədir. Paralellər də eynidir. Baxırıq 54-cü sual. Hansı məntəqələrdə yerli və qurşaq vaxtı arasında vaxt fərqi mövcuddur? Qurşaq vaxtı orta meridianlara əsasən hesablanır. Orta meridianlar isə 15-ə bölünən ədədlər olur. Məsələn, birinci saat qurşağının ortası 15 dərəcə şərq uzunluğudur. İkinci saat qurşağının ortası 30 dərəcə şərq uzunluğudur. Bu ortalar tapılanda 15-ə vurulur deyə orta meridianlar, yəni qurşaq vaxtının hesablandığı meridianlar 15-ə bölünən ədədlər olur. Burada vaxt fərqi olması üçün orta meridian olmamalıdır. Yəni 15-ə bölünməyən ədədləri seçməliyik. Bu 28 və 70 olacaq. Cavab C, Y, B variantı. Yerin xəyali oxu ətrafında orta fırlanma sürəti 1281 km/saat olarsa, bu hansı paralel çevrəsi üzərindədir? 1281 km/saat o deməkdir ki, yer burada 1 saata 1281 km fırlanır. 1 saatımız isə 15 dərəcədir. Deməli, bu paralel üzərində 15 dərəcənin uzunluğu 1281 km-dir. Bəs 1 dərəcənin uzunluğu nə qədərdir? Tapmaq üçün 1281-i 15-ə böləcəyik. Bu da edir 85,4. 85,4 isə 40 dərəcəli paralelin 1 dərəcəsinin qiymətidir. Ona görə cavab olur D variantı. Günəşin eyni anda səmada vəziyyətləri göstərilən məntəqələrdən hansı daha qərbdədir? Daha qərbdədirsə daha geridədir. Biz 50-ci sualda bunu müzakirə etmişdik. Ən geridə olan günəşin təzə çıxdığı ərazi idi. Bu da Y variantına uyğun gəlir. 57. Sxema əsasən A, B və C məntəqələrinin yerləşdikləri müvafiq saat qurşaqlarını təyin edin. Birinci bunların uzunluqlarını tapaq. A məntəqəsi 143 dərəcəli meridianda yerləşir və bu meridianların qiyməti şərqə doğru artırsa, deməli A yerləşir 140 dərəcə şərq uzunluğunda. B məntəqəsi 157 dərəcəli meridiyanda yerləşir və yenə şərqə doğru artdığı üçün 157 dərəcə şərq uzunluğu olacaq.
C məntəqəsi 161 dərəcəli meridianda yerləşir. Qərbə doğru artdığı üçün C məntəqəsi 161 dərəcə qərb uzunluğunda olacaq. İndi bu uzunluqların hansı saat qurşaqlarında yerləşdiyini tapaq. Bunun üçün biz verilən uzunluqları 15-ə bölməliyik. 143 bölünsün 15. Birinci A məntəqəsini tapırıq. 143-ün içində 15 9 dəfə tam yerləşir. Qalıq isə 8 qalır. Çünki 15-i 9-a vuranda 135 edir. Qalan qalıq 7,5-dən, yəni 15-in yarısından çox olduğu üçün biz 9-un üzərinə 1 əlavə edirik. A məntəqəsi düşür 10-cu saat qurşağı. B məntəqəsini hesablayaq. Bunun üçün 157-ni bölürük 15-ə. 10 dəfə tam düşür. 150 edir. 10 15-ə vuranda qalıq qalır 7. Qalan qalıq 7,5-dən kiçik olduğu üçün onu elə olduğu kimi də götürürük. Yəni B məntəqəsi yerləşdi 10-cu saat qurşağı. C məntəqəsini tapanda 161-i 15-ə bölürük. 10 dəfə tam düşür. 150 edir. 15-ə 10-a vuranda qalıq qalır 11. Qalan qalıq 7,5-dən çoxdur deyə onun üzərinə 1 əlavə edib 11 seçirik. Amma qərbdə yerləşdiyi üçün aldığımız cavabı da 24 saat qurşağından geri çıxırıq. Bu da edir 13-cü saat qurşağı. 10, 10 və 13 cavab A variantı. Yerli vaxtının Bakının yerli vaxtından 1 saat 16 dəqiqə geri olduğu məntəqə ilə bura kimi oxudum. Gəlin bu məntəqəni hələ tapaq. 1 saat 16 dəqiqə neçə dərəcə deməkdir? 1 saat 15 dərəcədir. 16 dəqiqə isə 4 dəqiqəmiz 1 dərəcədirsə 4-ə bölürük. Elə 4 dərəcədir. 15 dərəcə oradan, 4 dərəcə buradan, 19 dərəcə alındı aradakı məsafə. Və Bakıdan geri olduğu üçün Bakıdan 19 dərəcə geri gedərsək, 50 şərqdən 19 dərəcə geri gələndə 31 şərq alır. Deməli, məntəqə 31 dərəcə şərq uzunluğunda yerləşir. İndi ardını oxuyaq. Bu məntəqə ilə 24 dərəcə şərq uzunluğunda yerləşən Afina şəhəri arasında yerli vaxt fərqi. 31 şərqlə 24 şərq arasında 7 dərəcə məsafə var. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 7-ni 4-ə vururuq. Alırıq 28 dəqiqə. Cavab da olur E variantı. 117 dərəcə şərq uzunluğu 6 və 7-ci saat qurşaqlarının sərhədlərini təşkil edirsə, 37 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? Baxın, burada edirsə, olarsa, belə sözlər varsa, bilin ki, bu fantaziya məsələsi. Yəni, burada reallığı əks elətdirməyəcək cavab. Bu sadəcə bir fikirdir ki, belə olarsa nə olur? Yəni, sasə şəkilçisi gördünüzsə, şərt şəkilçisi. Bilin ki, burada bir reallığı əks etdirməyən bir məsələ var. Normalda 6 və 7-ci saat qurşaqlarının sərhədi, yəni ortası 15 vuraq 6,5. 6,5 6 ilə 7-nin ortası olduğu üçündür. 15-i 6,5-ə vuranda 97,5 edir. Normalda 6 və 7-ci saat qurşaqlarının ortası 97,5 dərəcə şərq uzunluğuna düşür. Amma məsələnin şərtinə görə 117-yə düşməlidir. Bunun üçün 117-ni 6,5-ə bölərək yer kürəsinin 1 saatda neçə dərəcə fırlandığını tapmalıyıq. 117-ni 6,5-ə böləndə 18 edir. Yer kürəsi 1 saatda 18 dərəcə fırlanır. Yəni, 1 saatımız 18 dərəcəyə bərabərdir. Bu şərtə görə. Əgər 1 saat 18 dərəcəyə bərabər olarsa, yer kürəsində 24 yox, 20 saat qurşağı yaranar. 20 saat qurşağı. 20 saat qurşağımız var və yer kürəsi 1 saat 18 dərəcə fırlanır. Bizdən soruşur ki, 37 qərb uzunluğu hansı saat qurşağında yerləşir? Normalda uzunluğun hansı saat qurşağında yerləşməsini 15-ə bölərək tapırıq. Bu dəfə isə 18-ə bölərək tapacağıq. Çünki şərtimiz fərqlidir. 2 dəfə tam yerləşir, 36 eləyir, qalıq qalır 1. Qalan qalıq 18-in yarısı olan 9-dan kiçikdir deyə 2-ni olduğu kimi götürürük. Amma qərb uzunluğu olduğu üçün 20 saat qurşağı var, 20-dən geri çıxırıq. Bu da edir 18-ci saat qurşağı, cavab olur B variantı.
Davam edirik. Aralarında 1,5 saat zaman fərqi olan iki meridian arasında fərqin neçə dərəcə olduğunu hesablayın. Biz bilirik ki, 1 saat 15 dərəcəyə bərabərdir. 1,5 saatin neçə dərəcəyə bərabər olduğunu bilmək üçün 15-i vururuq 1,5-ə, o da eləyir 22,5 dərəcə. Cavab olur D variantı. Baxırıq 61-ci sual. 12-ci saat quşağının orta meridianından 25 dərəcə qərbdə yerləşən məntəqədə saat 15:00 varsa Bakıda neçə olur? İndi isə hissə-hissə oxuyaq. 12-ci saat quşağının orta meridianı. Bura kimi oxudum, dayandım. Gəlin tapaq. 12-ci saat quşağının orta meridianı tapmaq üçün 12-ni vururam 15-ə, eləyir 180. Deməli, söhbət 180 dərəcəli meridianla gedir. Buradan 25 dərəcə qərbdə yerləşən. Qərbdə yerləşən deyirsə sola baxırıq. 25 dərəcə geri getsəm 155 edir. İndi bu 155 etdi, amma bu 155 qərbdir yoxsa şərq? Bilmək üçün baxıram. 155-dən 180-ə doğru şərqə doğru artırsa, deməli 155 şərq uzunluğu olacaq. Bu 155 şərq uzunluğunda saat 15:00-dur. Bakıda saat neçə olar? Bakı isə yerləşir 50 dərəcə şərq uzunluğunda. Arada 105 dərəcə var. 105 dərəcəmiz bölürük 15-ə, tapırıq 7 saat eləyir. Deməli, Bakı buradan 7 saat geridədir, çünki o daha şərqdədir. 15:00-dan 7 saat geri gedəndə edir 08:00. Cavab da olur D variantı. 62. Verilmiş sxemdə C məntəqəsində saat 11:00 olarsa, A və B məntəqələrində yerli vaxtla saat neçə olur? C məntəqəsi 0-dan şərqdə 15 dərəcədə yerləşirsə, deməli 15 dərəcə şərq uzunluğundadır. Burada saat 11:00-dur. A məntəqəsi 0-dan qərbbdədir. 35 dərəcə qərb uzunluğunda. 35 ilə 15-in arası 50 dərəcə edir. 50 dərəcəni gəlin zamana çevirək. 50 bölək 15. 3 dəfə tam düşür, eləyir 3 saat. 45 eləyir 15 3-ə vuranda 5 dərəcə qalıq qalır. 1 dərəcə 4 dəqiqədirsə 5 dərəcə 20 dəqiqədir. Deməli 3 saat 20 dəqiqə zaman fərqi var. C-dəki vaxtdan 3 saat 20 dəqiqə geri getsəm, yəni 11:00-dan 3 saat 20 dəqiqə geri getsəm 7:40 edir. Deməli ya A-dır, ya Y. İndi B-ni tapaq. B ilə C arası 30 dərəcədir. 15 şərq və 45 şərq. 30 dərəcəmiz isə 15-ə bölürük 2 saata bərabərdir. B daha şərqdə olduğu üçün daha irəlidə olacaq. 11:00 üstünə 2 saat gələndə eləyir 13:00. Cavab olur Y variantı. Bakıda yerli vaxtla saat 14:00 olarsa, cədvəldə verilmiş məntəqələrin yerli vaxtlarını nəzərə alaraq hansının 46 dərəcə şərq uzunluğunda yerləşdiyini müəyyən edin. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. 46 şərqlə 50 şərq arasında 4 dərəcə məsafə var. 1 dərəcəmiz 4 dəqiqədirsə, 4 dərəcəmiz 16 dəqiqədir. Deməli, məntəqə ilə Bakı arasında 16 dəqiqə zaman fərqi var. Bakı daha şərqdə olduğu üçün irəlidədir. Ona görə 14:00-dan 16 dəqiqə geri gedəcəyik. Bu da eləyəcək 13:44. 13:44 isə isti suda qeydə alınan vaxtı. Ona görə cavabımız isti su. 64. A, B, C məntəqələri müvafiq olaraq hansı saat qurşağında yerləşir? A-ya baxırıq. Qrinviçdən qərbdədir. A 75 qərb uzunluğundadır. Gəlin A-nın hansı saat qurşağında yerləşdiyini tapaq. 75 bölək 15 bərabərdir 5. Qalıq da yoxdur. Amma qərbdə olduğu üçün 24-dən geri çıxırıq aldığımız cavabı. Eləyir 19. A yerləşdi 19-cu saat qurşağında. B-yə baxaq. B Qrinviçdən şərqdədir. 18 dərəcədə. Deməli 18 şərq uzunluğundadır. Bölürük 15-ə. 1 qalıq qalır 3. Qalan qalıq 7,5-dən kiçikdir deyə elə 1-də götürürük.
Yəni B yerləşir birinci saat qurşağında. C-yə baxaq. 75 çək. 75-i bölürük 15-ə. Qalıqsız elə cavab 5 qalır. Ona görə də elə 5 də götürürük. Cavab olur Y variantı. A, B, C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını və A, C məntəqələri arasındakı yerli vaxt fərqini tapın. Birinci saat qurşaqlarını tapaq. A, Qrinviçdən qərbdə yerləşir. 65 dərəcədə. Deməli, 65 dərəcə qərb uzunluğudur. Tapaq görək hansı saat qurşağına düşür. Bölürük 15-ə. 4 tam düşür. Qalıq qalır 5. Qalan qalıq 7,5-dən kiçikdir deyə elə 4 də götürürük. Amma qərb olduğu üçün 24-dən geri çıxırıq. Yəni A düşür 20-ci saat qurşağı. B məntəqəsinə baxaq. B məntəqəsi yerləşir Qrinviçdən qərbdə 20 dərəcəli meridiyanda, deməli 20 qərb uzunluğundadır. 20-ni 15-ə bölürük, eləyir bir dəfə, qalıq qalır 5. Qalan qalıq 7,5-dən kiçik olduğu üçün elə 1 də götürürük. Amma qərb olduğu üçün 24-dən geri çıxır. Eləyir 23-cü saat qurşağı. C məntəqəsi Qrinviçdən şərqdə 55-də yerləşir. Yəni 55 şərq uzunluğunda. 55-i bölürük 15-ə. 3 dəfə tam düşür. Qalıq qalır 10. 3 15-ə vuranda 45 eləyir. 10 da qalıq qalır. Qalan qalıq 7,5-dən böyükdür deyə 3-ün üzərinə 1 əlavə edirik. Alınır 4-cü saat qurşağı. Deməli 20, 23, 4. Y variantı olacaq cavab, amma gəlin saat fərqində hesablayaq. A 65 qərbdə, C 55 şərqdə. Biri qərb, biri şərq olduğu üçün toplayırıq. Eləyir 120 dərəcə. 120 dərəcəni 15-ə bölərək 8 saat olduğunu tapa bilərik. Cavab olur Y variantı. Aralarında 20 dərəcə uzunluq fərqi olan iki meridian haqqında aşağıdakı fikirlərdən hansını dəqiq söyləmək olar? 20 dərəcə varsa, deməli bu 1 saat 20 dəqiqədir. Çünki 15 dərəcə 1 saatdır, 5 dərəcə qalır yerdə, 5 dərəcəndə 20 dəqiqə eləyir. Çünki 1 dərəcən 4 dəqiqə. Aralarında 80 dəqiqə zaman fərqi var. Bəli, 1 saat 20 dəqiqə 80 dəqiqə edir. Qrinviç meridianlar şərqdə yerləşirlər, qərbdə də ola bilərlər. Birinci saat qurşağındadır. Qərbdə olsa 23-ə düşə bilər. Ən qısa məsafə 2220-dir. Biz onların ekvatoru üzərində olub olmadığını bilmirik, deyə bilmərik. Bakıdan qərbdədir, şərqdə də ola bilər. 67. Gəncə şəhərindəki müşahidəçinin Günəşi Sumqayıtdakı müşahidəçidən sonra görməsi aşağıdakılardan hansı ilə bağlıdır? Çünki Gəncə şəhəri Sumqayıtdan qərbdə yerləşir. Buna uyğun cavab, bütün meridianların qütblərdə birləşməsinin dəxli yoxdur. Gəncənin daha cənubda yerləşməsi saat cənuba-şimala əsaslanmır, şərqə-qərbə əsaslanır. Yer kürəsinin öz oxu ətrafında hərəkətinin dönmə istiqaməti. Bəli, yer kürəsi birinci şərq tərəfini günəşə göstərdiyi üçün, ona görə şərq hissələr saat hesabı ilə qabaq olur. Sumqayıt da Gəncədən daha şərqdə olduğu üçün günəşi daha tez görür və saat hesabı ilə qabağa düşür. Sumqayıtda gündüzün uzunluğunun daha çox olmasının aidiyyəti yoxdur, eyni paraleldədirlər. Gəncənin daha şərqdə yox, daha qərbdə yerləşməsi olsaydı götürə bilərdik. Sxemlərdə A və B məntəqələri üzərində 23 sentyabr tarixində eyni vaxtda günəşin üfüq üzərində vəziyyətləri verilmişdir. Buna əsasən məntəqələr arasında neçə saat fərq olduğunu hesablayın. Deməli, bu A məntəqəsində günorta olub, günortadan da keçib. 30 dərəcə keçib. 30 dərəcə keçibsə, deməli 2 saat keçib. Çünki 1 dərəcə, 15 dərəcəmiz 1 saat. Deməli, A məntəqəsində 14:00-dur. Günortadan 2 saat keçib. Günorta 12-dədir. B məntəqəsində hələ günortaya çatmayıb. Çatmağına 45 dərəcə var. Yəni 3 saat var. 45-i 15-ə bölürük, 3 saat. 12:00-dan 3 saat əvvəldirsə, deməli burada 9:00-dur. 9:00, 14:00 ikisi arasında zaman fərq eləyir 5 saat. Şimali Amerika materiki aşağıdakı saat qurşaqlarının hansında yerləşir? Şimali Amerika materiki bütövlükdə qərb yarımkürəsində yerləşir.
Burada isə cavabların içərisində 11-ci saat qurşağını veriblər. Biz bilirik ki, 1-dən 11-ə qədər saat qurşaqları yalnız şərqdədir. Ona görə Şimali Amerikanın 11-ci saat qurşağına yerləşməsi mümkün deyil. 1-dən 11-ə kimi şərqdə olur. 12 ilə 24 həm şərq, həm qərb olur. 13-23 isə yalnız qərbdə olur. Bakı ilə 110 dərəcə qərb uzunluğunda yerləşən Mexiko şəhəri arasındakı həqiqi vaxt fərqini hesablayın. Bakı yerləşir 50 şərqdə, Mexiko 110 qərbdə. Biri şərq, biri qərb olduğu üçün toplayırıq. 110 ilə 50-ni eləyir 160 dərəcə. 160 dərəcənin nə qədər zaman fərqi yaratdığını bilmək üçün bölürük 15-ə. 10 dəfə tam düşür. Deməli 10 saat. 15-i 10-a 150. 10 dərəcə qalır. 1 dərəcəmiz 4 dəqiqədirsə, 10 dərəcəmiz də 40 dəqiqədir. Yəni 10 saat 40 dəqiqə Y variantı. 71. Bakıda günorta olanda hansı meridyanda gecə yarısıdır? Günorta deyilsə saat 12:00 nəzərdə tutulur. Gecə yarısı deyirsə 24:00 nəzərdə tutulur. Yəni arada 12 saat zaman fərqi olmalıdır. 12 saat zaman fərqi isə 180 dərəcəyə bərabərdir. 180 12-ni 15-ə vuraraq tapdıq bunu. 1 saatımız çünki 1 saatımız 15 dərəcədir deyə 12 saat 15-ə vurduq, 180 tapdıq. Əgər meridianlar arasında 180 dərəcə fərq varsa, deməli bunlar əks meridiandır. Əks meridianların isə biri şərq olur, biri qərb və cəmi 180 olur. Bakı 50 şərqdədir. 130 qərblə toplayanda 180 eləyir. Yəni 50 şərqin əks meridianı 130 qərbdir. Yerli vaxtı Bakıdan 6 saat 12 dəqiqə geri olan məntəqə neçənci saat qurşağında yerləşir? Gəlin bu 6 saat 12 dəqiqəni dərəcəyə çevirək. 6 saatımız 90 dərəcə eləyir. Çünki 1 saatımız 15 dərəcədir. 12 dəqiqəmiz isə 3 dərəcə eləyir. Çünki 4 dəqiqəmiz 1 dərəcədir. 12-ni 4-ə böldük. Deməli, bunun Bakıdan 93 dərəcə məsafəsi var. Geridirsə 93 dərəcə qərbə gedəcək. Bakı 50 şərqdədir. Geri gediriksə 50 dərəcə sonra Qreenwichə çatırıq. Yerdə 43 dərəcəmiz qalır. 43 dərəcəni də keçirik qərbə. Məntəqə yerləşir 43 dərəcə qərb uzunluğunda. Gəlin indi 43 dərəcə qərb uzunluğunun hansı saat qurşağında yerləşdiyini tapaq. Bölək 15-ə 2 dəfə tam düşür, qalıq 13 qalır. 2 dəfə 15-in 30, qalıq 13. Qalan qalıq 7,5-dən böyükdür deyə 2-nin üzərinə 1 əlavə edirik. Olur 3-cü saat qurşağı. Amma qərb olduğu üçün 24-dən də çıxırıq. Aldığımız cavabı bu eləyir 21-ci saat qurşağı. Cavab olur B variantı. 73. 40 dərəcə qərb uzunluğunda yerləşən K məntəqəsində yerli vaxtla saat 13:30-dur. Aha. Bu vaxt Bakıda saat neçə olur? Birinci görək 40 dərəcə qərb uzunluğu ilə Bakı arasında nə qədər zaman fərqi var. 40 dərəcə qərb uzunluğu Greenwich, 50 dərəcə şərq uzunluğu, yəni Bakı. Biri şərq, biri qərb olduğu üçün toplayırıq. Arada 90 dərəcə zaman yaranır. 90 dərəcə məsafə yaranır. 90 dərəcəni zamana çevirəndə bölürük 15-ə, eləyir 6 saat. Deməli, məntəqə bizdən 6 saat geridədir, çünki qərbdədir. 13:30-un üstünə də 6 gəlirik, eləyir 19:30. Cavab olur Y variantı. A, B və C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını təyin edin. Deməli, A 157 dərəcəli meridiandadır və şərqə doğru artır. 180 olursa, deməli A 157 dərəcə şərq uzunluğundadır. Yazıram bura A 157 dərəcə şərq uzunluğu. B məntəqəsi 151-ci meridiandadır. Sola doğru, qərbə doğru artdığı üçün qərb uzunluğu olacaq. B məntəqəsi 151 dərəcə qərb uzunluğu. C məntəqəsi də qərbdədir B kimi. O da sola doğru, qərbə doğru artır. O da 138 dərəcə qərb uzunluğunda olacaq. Yəni, tapaq görək bunlar hansı saat qurşağına düşürlər. Bunun üçün bunları 15-ə böləcəyik. 157-ni 15-ə böləndə 10 dəfə tam düşür. Qalıq 7 qalır.
Qalan qalıq 7,5-dən kiçikdir deyə elə 10 da götürürük. A yerləşdi 10-cu saat qurşağında. B-yə baxırıq. 151-i bölürük 15-ə 10 dəfə tam düşür. Qalıq 1 qalır. Qalan qalıq 7,5-dən kiçikdir deyə elə 10 da götürürük. Amma qərb olduğu üçün 24-dən 10 çıxacağıq. Eləyəcək 14. B yerləşdi 14-də. C-yə baxaq. 138-i bölək 15-ə 9 dəfə tam düşür. 9 dəfə 15-in 135 eləyir. Qalıq qalır 3. Qalan qalıq 7,5-dən kiçikdir deyə 9 olduğu kimi götürürük. Amma qərb olduğu üçün 24-dən çıxırıq. Eləyir 15. Deməli 10, 14, 15. Y variantı. 75-ci suala baxırıq. Günəşin Bakıdan 144 dəqiqə tez çıxdığı məntəqə hansı saat qurşağında yerləşir? Birinci gəlin bu 144 dəqiqəni dərəcəyə çevirək. 4 dəqiqə 1 dərəcədirsə, 144-ü bölək 4-ə. O da neçə eləyəcək 144-ü 4-ə böləndə? 36. Aha. Deməli 36 dərəcə Bakıdan irəlidədir. Çünki Günəş Bakıdan 144 dəqiqə tez çıxır. Bakı 50 şərqdədirsə, 36 dərəcə irəlidədirsə, məntəqə yerləşir 86 şərqdə. İndi 86 şərqin hansı saat qurşağında yerləşdiyini tapaq. Bölək 15-ə. 5 dəfə tam düşür. Eləyir 75. Qalıq qalır 11. Qalan qalıq 7,5-dən çoxdur. 5-in üzərinə 1 əlavə edirik. Olur 6-cı saat qurşağı. Cavab da olur Y variantı. 76. Bir-birindən 3885 kilometr məsafədə yerləşən A və B məntəqələri arasında nə qədər vaxt fərqi var? Gördüyünüz kimi A və B ekvatorun üzərindədir. Birinci bu 3885 kilometri dərəcəyə çevirək. Ekvatorun üzərində 1 dərəcə 111 kilometrdir. 3885-i 111-ə böləndə 35 dərəcə alınır. Deməli, AB arasındakı məsafə 35 dərəcədir. Amma bizdən soruşur ki, nə qədər vaxt fərqi var və dəqiqə ilə verir. Dəqiqə ilə veribsə 1 dərəcəmiz 4 dəqiqədir. 35-i vuraq 4-ə. Bu da eləyir 140 dəqiqə. Cavab elə A variantı olur. Vaxt fərqi 2 saat 40 dəqiqə olan A və B məntəqə arasındakı məsafə. Gəlin birinci 2 saat 40 dəqiqəni dərəcəyə çevirək görək AB arasındakı dərəcə fərqi nə qədərdir. Sonrasını sonra oxuyaq. 2 saatımız 30 dərəcə eləyir, çünki 1 saat 15 dərəcədir. 40 dəqiqəmiz 10 dərəcə eləyir, çünki 4 dəqiqəmiz 1 dərəcədir. Deməli, A ilə B arasındakı məsafə 40 dərəcədir. Sonrasını indi oxuyaq. Məntəqələr arasındakı məsafə qlobus üzərində 11,1 sm olarsa miqyası tap. 11,1 xəritə qlobusdakı məsafədir. Miqyası tapmalıyıqsa, həqqi məsafəni xəritədəkinə, yəni qlobusdakına bölməliyik. Həqqi məsafə isə yoxdur. Amma biz bilirik ki, A ilə B-nin arası 40 dərəcədir. Ekvatorun üzərində. Ekvatorun üzərində 1 dərəcə 111 km olduğu üçün 40-ı 111-ə vurub alırıq 4440 km. 4440 km bizim həqqi məsafəmizdir. İndi onu qlobusdakı məsafəyə bölərək miqyası tapırıq. 4440-ı 11,1-ə böləndə 400 alınır. 400 arxasında da 5 dənə 0 cavab D variantı. Baxırıq 76-ya. A, B, C məntəqələri müvafiq olaraq hansı saat qurşağında yerləşir? Deməli, A yerləşir 30 dərəcənin meridianda və Greenwichdən şərqdə. Deməli, 30 dərəcə şərqdə. A, 30 dərəcə şərq uzunluğu. B yerləşir Greenwichin üzərində. B, Greenwich. B ilə 0-cı saat qurşağına düşür. Çünki elə 0-cı saat qurşağının ortasındadır. C isə yerləşir 15 dərəcə qərbdə. Greenwichdən qərbdədir. C 15 dərəcə qıl.
30 şərq uzunluğu hansı saat qurşağına yerləşdirilmək üçün bölürük 15-ə eləyir 2. Qalıq da qalmır. Deməli elə ikinci saat qurşağı. B ilə sıfırıncı saat qurşağıdır. C isə 15 qərbi bölürük 15 eləyir 1. Amma qərb olduğu üçün 24-dən 1 çıxırıq, eləyir 23. C isə yerləşir 23-cü saat qurşağında. 2, 0, 23 cavab Y variantı. 79. A və B məntəqə arasındakı məsafə sxemdə 55,5 sm. Ekvatorun üzərində 55,5 sm. Aha. Yerli vaxt fərqi isə 100 dəqiqə olarsa miqyası tapın. A ilə B-nin arasında yerli vaxt fərqi 100 dəqiqədirsə, gəlin bunu dərəcəyə çevirək. 4 dəqiqəmiz 1 dərəcədirsə, 100 dəqiqəni bölək 4-ə, eləsin 25 dərəcə. Deməli, A və B arasındakı məsafə 25 dərəcədir. Bizdən miqyası istədiyi üçün biz bu 25 dərəcəni həqiqi məsafəyə çevirib, xəritədəki məsafə 55,5-ə bölərək miqyası tapmalıyıq. Ekvatorun üzərində 1 dərəcəmiz 111 olduğu üçün 25-i 111-ə vururuq. Bu eləyir 2775 kilometr. Bu olur həqiqi məsafə. Həqiqi məsafəni qlobus sxemdəki məsafəyə bölərək miqyası tapırıq. Bu da eləyir 50. 50 arxasında da 5 sıfır. Bu eləyir C variantı. A məntəqəsi 7-ci saat qurşağının orta meridianından 6 dərəcə qərbdə yerləşərsə. Gəlin görək A məntəqəsi hardadır? Birinci, bura qədər oxuyaq. A məntəqəsi 7-ci saat qurşağının orta meridianından 6 dərəcə qərbdə. Gəlin 7-ci saat qurşağının orta meridianını tapaq. Bunun üçün 7-ni 15-ə vururuq. Eləyir 105 dərəcə şərq uzunluğu. 6 dərəcə qərbbdədirsə, 105-dən 6 dərəcə qərbə getsəm, 99 dərəcə şərq uzunluğu alınır. Deməli, A məntəqəsi yerləşir 99 dərəcə şərq uzunluğu. İndi ardını oxuyaq. Həmin məntəqə ilə Bakı şəhəri arasında yerli vaxt fərqi. Bakı şəhəri isə 50 şərq uzunluğundadır. Arada 49 dərəcə var. 49 dərəcəni zamana çevirəndə bölək 15-ə 3 dəfə tam düşür. Yəni 3 saat 45 eləyir. 4 dərəcə qalır. 1 dərəcə 4 dəqiqədirsə 4 dərəcə 16 dəqiqədir. 3 saat 16 dəqiqə elə A variantı. Bakıdan 270 dərəcə azimutda yerləşən məntəqədə saat 18:20-dir. 270 azimutda yerləşirsə, deməli Bakıdan qərbbdədir. 18:20-dirsə, Bakıdan geridədir. Amma Bakıdakı saatı hələ bilmirik. Həmin vaxt Bakıda saat 22:40-dır. Aha, artıq 2 saatı da bilirik. Məntəqənin yerləşdiyi saat qurşağını tapın. Zaman fərqinə əsasən biz iki məntəqə arasındakı dərəcə fərqini tapa bilərik. 22:40 ilə 18:20 arasında 4 saat 20 dəqiqə zaman fərqi var. İndi bu 4 saat 20 dəqiqəni biz dərəcəyə çevirməliyik. Yəni məsafəyə. 4 saatımız 1 saat 15 dərəcədirsə, 4 saatımız 60 dərəcədir. 4 dəqiqəmiz 1 dərəcədirsə, 20 dəqiqəmiz 5 dərəcədir. Eləyir 65 dərəcə. Deməli, məntəqə ilə Bakı arasında 65 dərəcə məsafə var və bizdən qərbbdədir. Bakı 50 şərqdə olduğu üçün 65 dərəcə geri getsəm, 50 dərəcə sonra Qrenviçə çatıram, yerdə 15 dərəcə qalır, 15 dərəcə keçirəm qərbə. İndi tapmalıyam ki, 15 dərəcə qərb uzunluğu hansı saat qurşağındadır? 15-i bölürəm 15-ə, eləyir 1, amma qərb olduğu üçün 24-dən geri çıxıram, alınır 23-cü saat qurşağı. Deməli, zaman fərqinə əsasən biz tapdıq dərəcə məsafəsini. Dərəcə məsafəsinə əsasən məntəqənin koordinatını tapdıq və onun hansı saat qurşağında yerləşdiyini. 82. Şimal coğrafi qütbündən 180 dərəcə azimutda hərəkət edən səyyah 6216 kilometr yol getdikdən sonra, bura kimi oxudum, gəlin tapaq görək səyyah hara gedib. Şimal coğrafi qütbü 90 dərəcə şimal enliydi.
Buradan 180 dərəcə azimutla gedibsə, deməli aşağıya doğru gedib. Nə qədər gedib? 6216. Meridian xətti boyunca 6216 kilometr neçə dərəcə olduğunu bilmək üçün bölürük 1 dərəcənin meridianın qiyməti olan 111-ə. Bu da eləyir 56 dərəcə. 90 dərəcə şimal ilə 56 dərəcə cənuba doğru getsəm, çataram 34 dərəcə şimal enliyinə. Deməli, səyyah 34 dərəcə şimal enliyindədir. İndi sonrasını oxuyuram. Çatdığı məntəqədə saat başlanğıc meridianının yerli vaxtından, başlanğıc meridian deyirsə, yəni Greenwich, 7 saat 12 dəqiqə geri olarsa, məntəqənin coğrafi koordinatları müəyyən edin. Enliyini tapmışıq 34 dərəcə şimal enliyi, qalıb uzunluğu. İndi bu Greenwichdən geridədirsə, deməli qərbdədir. 7 saat 12 dəqiqəni dərəcəyə çevirək. 1 saatımız 15 dərəcədirsə, 7 saatımız 105 dərəcə eləyəcək. 4 dəqiqəmiz 1 dərəcədirsə, 12 dəqiqəmiz 3 dərəcə eləyəcək. Deməli eləyir 108 dərəcə. Geridədirsə 108 dərəcə qərb uzunluğu. 34 şimal, 108 qərb. Cavab olur C variantı. Bakıda yerli vaxtla saat 15:00-dur. Digər məntəqədə isə 19:00 olarsa, onun coğrafi uzunluğunu tap. Arada 4 saat zaman fərqi var. 4 saatımız 1 saat 15 dərəcədirsə 60 dərəcə eləyir. Və məntəqə Bakıdan saat hesabı ilə irəlidədirsə, Bakıdan 60 dərəcə şərqdə yerləşəcək. Bakı 50 şərqdədir. 60 dərəcə daha şərqə getsəm, 110 şərq uzunluğu olar. 84. Sxemə əsasən, ekvatorda yerləşən A məntəqəsində 21 mart tarixi üçün Günəşin üfüq üzərindəki vəziyyətləri rəqəmlərlə göstərilmişdir. Buna əsasən, hansı iki vəziyyət arasında 9 saatlıq yerli vaxt fərqi var? Baxın, burada bizə dərəcələr verir. 45, 45, 45, 45. Deməli, biz dərəcə ilə saatı müqayisə eləməliyik. 9 saatımız neçə dərəcə edir? 9 vur 15, 135 dərəcə. 135 dərəcə isə 3 dənə 45 deməkdir. 45 vur 3, 135 edir. Deməli, bu cavab ya 1 ilə 4-dür, 135 dərəcə, ya da 2 ilə 5-dir. 3 dənə 45 oradan, 3 dənə 45 buradan. 1-4 cavabı variantlarda yoxdur, amma 2-5 cavabı var. Ona görə cavab 2-5 olur. Bakıda 29 oktyabr saat 14:02-dir. Ondan 62 dərəcə şərqdə yerləşən məntəqənin yerli vaxtını və ayın tarixini müəyyən edin. 62 dərəcənin nə qədər zaman fərqi yaratdığına baxaq. 62-ni bölək 15-ə. 4 saat eləyir. 4 dəfə tam düşür. 15 vur 4, 60. 2 dərəcə qalır. 2 dərəcəmiz də 8 dəqiqəyə bərabərdir. Deməli, arada 4 saat 8 dəqiqə zaman fərqi var. Daha şərqdədirsə, deməli 14:02-nin üzərinə 4 saat 8 dəqiqə gələcək. 04, 8, 08. Bu da eləyir 18, 10. Ayın tarixi isə dəyişmir. Çünki biz günü dəyişmədik. 00:00-dan o tərəfə, bu tərəfə keçmədik. 18, 10, 29 oktyabr cavab Y variantı. 86. Yerli vaxt fərqi 3 saat 20 dəqiqə olan A və B məntəqələri arasında bir bölünsün bu miqyaslı xəritədə məsafə nə qədərdir? Birinci yerli vaxt fərqi 3 saat 20 dəqiqə olan sözünə qədər oxuyuruq. 3 saat 20 dəqiqəni dərəcəyə çeviririk. 3 saatımız 45 dərəcə edir. Çünki 1 saatımız 15 dərəcədir. 20 dəqiqəmiz 5 dərəcə edir. Çünki 4 dəqiqəmiz 1 dərəcədir. Deməli, məntəqə arasında 50 dərəcə məsafə var. A və B isə ekvatorun üzərində yerləşir. İndi A və B məntəqə arasındakı məsafə 10 milyon miqyaslı xəritədə neçə santimetrdir? Xəritədəki məsafəni tapmaq üçün biz həqiqi məsafəni miqyasa bölməliyik, amma əlimizdə həqiqi məsafə yoxdur. Buna görə də bu 50 dərəcəni biz indi həqiqi məsafəyə çevirməliyik. Ekvatorun üzərində 1 dərəcə 111-dirsə, 50 dərəcə 5550 kilometrdir.
5550-ni bölürük miqyasa, xəritədəki məsafəni tapırıq. 5 dənə sıfır silirik, bölürük 100-ə. Bu da eləyir 55,5. C variantı. Ekvatorla Qriviç meridianın kəsişdiyi nöqtədən 90 dərəcəlik azimutla, yəni şərqə doğru 7215 kilometr hərəkət etsək, hansı saat quşana çatarıq? Gəlin ekvatorla Qriviçin kəsişdiyi nöqtəni qeyd edək. Bura ekvatordur, 0 dərəcə enlik. Burada Qriviçdir, 0 dərəcə uzunluq. Buradan şərqə doğru gedib, sağa doğru yəni 7215 kilometr. Ekvatorun üstündə 7215 kilometr neçə dərəcə olduğunu bilmək üçün bölürük 111-ə, bu da eləyir 65 dərəcə. Deməli, Qriviçdən 65 dərəcə şərqdədir. Yəni 65 dərəcə şərq uzunluğu. 65 dərəcənin hansı saat quşağında yerləşdiyini bilmək üçün 65-i bölürük 15-ə. 4 dəfə tam düşür, qalıq qalır 5. Qalan qalıq 7,5-dən kiçikdir, elə 4 də götürürük. Cavab olur 4-cü saat quşağı. Səksən səkkizinci sual. Sistemdə A və B məntəqə arasındakı məsafə 33,3 santimetrdir. Onlar ekvatorun üstündə yerləşirlər. Yerli vaxt fərqi isə 120 dəqiqə olarsa miqyas tap. Miqyası tapmaq üçün həqiqi məsafə xəritədəkinə bölünməlidir. Xəritədəki məsafəni verib, amma həqiqi məsafəni verməyib. Deyir ki, A və B arasında 120 dəqiqə vaxt fərqi var. Biz bu 120 dəqiqəni dərəcəyə çevirib, sonra isə kilometrə çevirməliyik ki, həqiqi məsafəni tapaq. 120 dəqiqə bölürəm 4-ə eləyir 30 dərəcə. 30 dərəcə ekvatorun üstündə vururam 111-ə 3330 kilometrə bərabərdir. Deməli, həqiqi məsafə 3330 kilometrdir. Onu da bölürəm 33,3-ə miqyası tapmaq üçün. Bu da eləyir 100. 100-ün də arxasında 5 sıfır A variantı. Ankara 33 dərəcə şərq uzunluğunda, New-York isə 74 dərəcə qərb uzunluğundadır. Bu şəhərlər arasında nə qədər yerli vaxt fərqi var? Biri şərq, biri qərb olduğu üçün toplayırıq. 33 ilə 74-ü toplayanda eləyir 107. 107 dərəcəni zamana çevirəndə bölürük 15-ə. 5 dəfə tam düşür. 105 eləyir 15-i 5-ə vuranda, yəni 5 saat. 2 dərəcə isə qalıq qalır. 2 dərəcəmiz isə 8 dəqiqədir. Amma cavablarda 5 saat 8 dəqiqə yoxdur. A, 105-i 5 düşmür, 7 düşür. 15 5'e vuranda 75 eləyir. 7'ye vuranda 105 eləyir. Yəni 7 saat 2 dərəcədə qalıb qalır. O da eləyir 8 dəqiqə. D variantı. 90. Yerli vaxtının Londonun yerli vaxtından 2 saat 16 dəqiqə irəlidə olduğu məntəqə ilə oxudum, dayandım. İndi qoy bu məntəqəni birinci tapın. London 0 dərəcəli meridianın üstündədir Qriviçdə. Buradan 2 saat 16 dəqiqə irəlidədirsə, görə 2 saat 16 dəqiqə neçə dərəcə eləyir? 2 saatın 30 dərəcə eləyir. Çünki 1 saat 15 dərəcədir. 16 dəqiqən isə 4 dərəcə eləyir. Çünki 4 dəqiqən 1 dərəcədir. Ümumi elədə 34 dərəcə. İrəlidədirsə, deməli 34 dərəcə şərq uzunluğunda yerləşir məntəqə. İndi ardını oxuyuram. Məntəqə ilə 24 dərəcə şərq uzunluğunda yerləşən Riga şəhəri arasında yerli vaxt fərqi. Riga isə 24 şərqdədir. Burada 34 şərqlə 24 şərq arası 10 dərəcə eləyir. 1 dərəcəmiz 4 dəqiqədirsə, 10 dərəcəmiz də 40 dəqiqədir. Cavab olur 40 dəqiqə D variantı. 91-ə baxırıq. Ekvatorun 5328 kilometr cənubundakı A nöqtəsinin, gəlin görək A nöqtəsi hələ hardadır. Bura qədər oxudum.
Ekvator 0 dərəcədədir. Bundan 5328 kilometr cənub. Meridian xətti üzrə 5328 kilometr bölü 111-ə eləyir 48 dərəcə. Ekvatordan 48 dərəcə cənubda olan yer 48 dərəcə ilə cənub eləyir. Aha, A-nın harda olduğunu tapdım. İndi ardını oxuyum. Yerli vaxtı A nöqtəsinin yerli vaxtı 30 dərəcə qərb uzunluğunun yerli vaxtından 88 dəqiqə irəlidədir. Görək bu 88 dəqiqə neçə dərəcə edir? 88-i bölək 4-ə. Çünki 4 dəqiqə 1 dərəcədir. Eləyir 22 dərəcə. İrəlidədirsə, deməli 22 dərəcə daha şərqdədir. 30 qərb uzunluğundan 22 dərəcə şərqdə olan yer 8 dərəcə qərb uzunluğu. Deməli, A nöqtəsinin coğrafi koordinatları 48 dərəcə cənub enliyi, 8 dərəcə qərb uzunluğu, C variantı. 45 dərəcə şərq uzunluğunda yerləşən şərurda çıxan günəş 20 dəqiqə əvvəl hansı şəhərdə çıxmışdır? Birinci bu 20 dəqiqənin neçə dərəcə olduğunu tapaq. Bölək 4-ə, eləyir 5 dərəcə. Deməli, 5 dərəcə şərqdə 20 dəqiqə əvvəl çıxıb, 45 dərəcə şərq uzunluğundan 5 dərəcə şərqdə olan yer 50 dərəcə şərq uzunluğudur. 50 dərəcə şərq uzunluğunda yerləşən şəhər isə Bakı şəhəridir. 93. Yerli vaxtı Londonun yerli vaxtından 6 saat 48 dəqiqə irəli olan məntəqə ilə gəlin birinci məntəqəni tapaq. 6 saatımız vururuq 15-ə 90 dərəcə. 48 dəqiqəmiz 48-i bölük 4-ə, çünki 4 dəqiqəmiz 1 dərəcədir. O da 12 dərəcə. 90 o, 12 də o, 102 dərəcə. Məntəqə Londonun yerli vaxtından 6 saat 48 dəqiqə irəlidədirsə və bu da 102 dərəcə edirsə, deməli 102 dərəcə şərq uzunluğundadır. Və bu məntəqə ilə Bakı şəhəri arasında yerli vaxt var. Bakı isə 50 dərəcə şərq uzunluğunda. Aradakı məsafə 52 dərəcədir. 52 dərəcəni zamana çevirək. 52 bölək 15. 3 dəfə tam düşür, 45 eləyir. Yəni 3 saat. Yerdə də 7 dərəcə qalır. 1 dərəcəmiz 4 dəqiqədirsə, 7 dərəcəmiz 28 dəqiqədir. Cavab olur B variantı. 94. 40 dərəcə şimal enliyi və 60 dərəcə qərb uzunluğunda yerləşən məntəqədən 90 dərəcəlik azimutla 5978 kilometr hərəkət edən təyyarə hansı saat qurşağına çatar? Gəlin bunu çəkək. 40 dərəcə şimal enliyi, 60 dərəcə qərb uzunluğu. Məntəqəmiz buradır. Bu orta. Buradan 90 dərəcə azimutda, yəni şərqə doğru, sağa doğru. 5978 kilometr yol gedir. 40 dərəcəli paralelin üstündə 5978 kilometrin neçə dərəcə olduğunu tapmaq üçün biz 5978-i 85.4-ə bölməliyik. Çünki 40 dərəcəli paraleldə 1 dərəcənin qiyməti 85.4-dür. Bölək 85.4-ə. Bu eləyir 70. Deməli 70 dərəcə şərqə gəlmişəm. 60 qərb uzunluğundan 70 dərəcə şərqə gəlsəm, 10 şərq uzunluğuna çatmış olaram. 60 dərəcə sonra Qrinviçə çatır, 10 dərəcə də şərqə keçir. 10 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? 10-u bölürük 15-ə, eləyir 0, qalıq qalır 10. Yəni 0 dəfə yerləşir 15 10-un içində, 10 da qalıq qalır. Qalan qalıq 7.5-dən böyükdür deyə 0-ın üzərinə 1 əlavə edirik, olur 1-ci saat qurşağı. D variantı. Wellington şəhərinin 40 dərəcə cənub eni, 175 dərəcə şərq uzunluğu. Wellington Yeni Zelandiyanın paytaxtıdır. Yerin xəyali ox ətrafında orta fırlanma sürətini hesablayın. 40 dərəcəli paralelin üstündədir. Orta sürət 15 dərəcəyə əsasən, yəni 1 saata əsasən hesablanır. 1 saat 15 dərəcədir. Orta fırlanma sürəti 1 saata əsasən hesablanır. 40 dərəcə paralel üstə 1 dərəcənin 85.4-dür. 15 dərəcə
eləyəcək 1281 kilometr. Cavab olacaq A variantı. Baxırıq 96-ya. Cədvələ əsasən 23 sentyabrda Şimal yarımkürəsinin bəzi məntəqələrinin yerli vaxtları və bu məntəqələrdə günorta vaxtı günəş şüalarının düşmə uzaqları verilmişdir. Buna əsasən aşağıdakı fikirlərdən hansı doğru deyil? 23 sentyabrda günəş ekvatorda olur. Hər yerdə 12 saat gecə, 12 saat gündüz olur. Günəş şüalarının düşmə bucağı verilib 15, 35, 45, 60, 80. Saatlarda verilib, indi gəlin müqayisə edək. Deyir, ekvatora ən yaxın yerləşən məntəqə 5-ci məntəqədir. Bunu düz deyir. Çünki ən böyük düşmə bucağı 5-ci məntəqədədir. Ekvatora 90 düşür. Burada 80 düşürsə, deməli, bura ekvatora yaxındır. Bu doğru fikirdir. Bizdən doğru olmayanı soruşur. Günəş ən tez 3-cü məntəqədə çıxır. Baxaq görək saat hesabı ilə ən qabaqda hansıdır? Bəli, 13:05 ilə ən qabaqda 3-cü məntəqədir. Bu da doğrudur. 4-cü məntəqə 30 dərəcə şimalında yerləşir. 4-cü məntəqəyə 60 dərəcə düşür Günəş. Ekvatora 90 düşür. 0 dərəcəli enliyə. 60 dərəcə düşməsi üçün harasa həmin məntəqə buradan 30 dərəcə uzaqda olmalıdır. Yəni bəli, 30 dərəcə şimal enliyində yerləşə bilər. Əslində 30 dərəcə cənub enliyində də yerləşə bilər. Yəni tam dəqiq deyə bilmərik bunu. 30 dərəcə uzaqda olduğunu bilirik. Amma şimal da ola bilər, cənub da ola bilər. Bunu saxlayaq hələ ki. Şimal qütbünə ən yaxın yerləşən məntəqə birinci məntəqədir. A. Burada yazıb məntəqələr şimal yarımkürəsindədir. Ona görə 30 şimal düz olacaq. Cənub olmayacaq. Baxaq. Şimal qütbünə ən yaxın yerləşən məntəqə birinci məntəqədir. Ən az birinci məntəqəyə düşürsə, deməli ekvatordan ən uzaqda birinci məntəqədir. Ekvatordan ən uzaq olanda şimal qütbünə ən yaxın olacaq. Bu da doğrudur. İkinci və üçüncü məntəqə arasındakı yerli vaxt fərqi 2 saat 30 dəqiqədir. 2-də 12:10-dur, 3-də 13:05-dir. Bu 2 saat 30 dəqiqə eləmir. 55 dəqiqə eləyir. Ona görə də bu fikir səhvdir. Cavab olur Y variantı. Baxırıq 97-yə. ABC-də xəttin uzunluğu 12210 kilometr olduğunu bilərək, deməli, A-dan B-yə 50 dərəcə, 5550. B-dən C-yə neçə dərəcədir bilmirik. C-nin koordinatı yoxdur. C-dən D-yə də 20 dərəcə burada. O da 2220. 5550 2220 eləyir 7770. 12210-dan 7770-i çıxaraq B ilə C arasındakı məsafəni tapa bilərik. Eləyir 4440. Və bu da ekvatorun üzərində olduğu üçün bölürük 111-ə eləyir 40 dərəcə. B ilə C-nin arası 40 dərəcədir. B yerləşir 50 dərəcə qərbdə, çünki Qrimviçdən soldadır. Bu mümkün olmaz. Necə 40 dərəcə olacaq? Bu da Qrimviçdən sağdadır. Yox, bu enlikdir 50 dərəcə. Uzunluq deyil, enlikdir. Nəysə, C düşdü şərqə, B ilə də arasındakı dərəcə fərqi 40 dərəcədir. İndi ardını oxuyaq. B və C nöqtə arasında yerli vaxt fərqi. 40 dərəcənin sadəcə neçə saat, neçə dəqiqə olduğunu tapmalıyıq. 40-ı bölürük 15-ə. 2 dəfə tam yerləşir 2 saat, eləyir 30. Qalıq qalır 10. 1 dərəcədə 4 dəqiqədirsə, 10 dərəcəmiz 40 dəqiqə olacaq. Olur 2 saat 40 dəqiqə. Eyler-Mills diaqramını tamamlayan bəndi müəyyən edin. İkinci saat qurşağı, üçüncü saat qurşağının ortaq cəhətini tapmalıyıq. Orta meridianı 30 şərqdir. Bu ikinci saat qurşağına aiddir. 2 vur 15 bərabərdir 30. Ortaq deyil. Orta meridianı 45-dir. Bu üçüncü saat qurşağına aiddir. 3 vuraq 15 bərabərdir 45. Bu da ortaq deyil. Azərbaycanın daxil olduğu saat qurşağındadır. Azərbaycan 3-cü saat qurşağına düşür. İkinci saat qurşağına biz daxil deyilik. Bu da səhvdir.
37 dərəcə şərq uzunluğu meridianın qonşu saat qurşağı ilə sərhəddini təşkil edir. Cavab bu olacaq, amma gəlin yeni də oxuyaq. 22,5 dərəcə şərq uzunluğu meridianın qonşu saat qurşağının sərhəddini təşkil edir. Gəlin baxaq. Dedik ki, ikinci saat qurşağının ortası 30-dur. 3-ün isə 45-dir. Bu ikisinin ortaq meridianı hansı olacaq? Yəni ikisinin sərhəddini təşkil edən. Aralarında 15 dərəcə var. Deməli, ortaq 7,5 dərəcə uzaqda olacaq. Bu da 37,5 dərəcə edir. Yəni cavab olacaq D variantı. 37,5 dərəcə şərq uzunluğu bu iki saat qurşağının ortasıdır. 2-nin şərq sərhəddi, 3-ün isə qərb sərhəddidir. 99. 23 sentyabr tarixində günorta vaxtı A nöqtəsində şaquli bastırmış dirəyin kölgəsinin 0 metrdir. Deməli, A nöqtəsi ekvatorda yerləşir. Çünki 23 sentyabrda Günəş ekvatorda olur və kölgənin 0 metr olması üçün Günəş həmin yerdə olmalıdır. Həmin anda Cape Town şəhərində yerli vaxtla saat 6:00 olarsa, Cape Town Cənubi Afrika Respublikasının şəhəridir. A nöqtəsinin Cape Town şəhərinin hansı istiqamətdə yerləşdiyini tap. A nöqtəsi ekvatordadır, bu 34 dərəcə cənubdadır. Deməli, A nöqtəsi bundan şimaldadır. Şimalı tapdıq. İndi sağda baxaq. Kölgə əgər 0 metrdirsə, deməli Günəş həmin nöqtəyə 90 dərəcə düşür. Deməli, həmin nöqtədə saat 12:00-dur. Yəni A məntəqəsində. Cape Town-da isə 6:00-dursa, deməli Cape Town buradan geridədir. Yəni Cape Town daha qərbdədir. Bizdən isə deyir ki, A nöqtəsi Cape Town-dan hardadır? A nöqtəsi Cape Town-dan şərqdədir. Həm şimalda, həm də şərqdə cavab olur A variantı. 100-cü sual. Yer kürəsi öz oxu ətrafında 1 saatda neçə dərəcə dönsəydi, 180 dərəcəlik meridian xətti 8-ci saat qurşağının orta meridianı olardı. Hal-hazırda 180 dərəcəli meridian bölürük 15-ə, eləyir 12. 12-ci saat qurşağının orta meridianıdır. Bəs neçə dərəcə dönsəydi 8-ci saat qurşağının orta meridianı olardı? Bunu necə tapdıq? 180-i 15-ə böldük. İndi 180-i neçəyə bölsəm 8 alınır. X bərabərdir 180 bölü 8. X bərabərdir 22,5. 20,5 yoxsa? Yox. 22,5. Cavab olur 22,5 dərəcə. Normalda 15 dərəcə dönür. 15 dərəcə döndüyü üçün 180 12-nin ortasına düşür. Neçə dönsəydi 8-in ortasına düşərdi. 180-i x-ə bölüb 8 tapdıq. X də bərabərdir 22,5. Bu bir fantaziya sualı idi. Sxemə əsasən Praqa və Xarkov şəhərləri arasındakı ən qısa məsafə 1577,4 kilometr. Deməli, 50 dərəcəli paralelin üstündə 1577,4 kilometr. Zaman fərqi isə 88 dəqiqədir. Aha, 88 dəqiqə. Gəlin bu 88 dəqiqəyə əsasən Xarkov və Praqa arasında dərəcə fərqini tapaq. 4 dəqiqəmiz 1 dərəcədirsə, 88-i 4-ə bölək eləyir 22 dərəcə. Yəni Praqa ilə Xarkovun arası 22 dərəcədir. Və bu 22 dərəcədə 1577,4 kilometrə bərabərdir. Bunu bilərək bu şəhərin yerləşdiyi paralel çevrəsinin uzunluğu. Çevrə deyirsə söhbət 360 dərəcədən gedir. Əgər bunun 22 dərəcəsi 1577,4 kilometrdirsə, bəs 360 dərəcəsi neçə kilometrdir? Burada bir tənasüb qurun. Tənasübə əsasən 360-ı 1577,4-ə vurub bölməliyik 22-yə. Bu da eləyir 25.812 kilometr. 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 25.812 kilometr.
Və 50 dərəcə paralelin uzunluğunu bilənlər üçün bu qədər şey eləməyə ehtiyac yox idi. Amma bilməyənlər üçün onsuz da bunu hesablamanın başqa yolu yoxdur. 102. Aşağıdakı diaqramda eyni meridian üzərində fərqli enliklərdə yerləşən 5 məntəqədə şaquli bastırılmış eyni ölçülü dirəklərin 23 sentyabrda günorta vaxtı kölgənin uzunluğu verilmişdir. Cümləni oxuyana kimi adamın hər şeyi yadından çıxır. Demək 23 sentyabrda, yəni günəş ekvatorda olanda eyni xəttin üstündə, eyni meridianın üstündə 5 fərqli məntəqə, 1 məntəqə, 2 məntəqə, 3, 4, 5. Kölgələrin uzunluqları verilib. Aha, bunlar hamısı kölgədir bu sütunlar. Buna əsasən hansı məntəqədə yerin öz oxu ətrafında fırlanma sürətinin daha çox olduğunu müəyyən edin. Yerin öz oxu ətrafında fırlanma sürətinin çox olması üçün məntəqənin paraleli uzun olmalıdır. Çünki məsələn 40 dərəcə paraleldə 85,4-dür, ekvatorda 111-dir. 40 dərəcə yavaş getsə də dönüb bitirəcək. Amma 111 məcburdur ki, sürətli getsin o 85,4-ə çatmaq üçün. Yəni çünki uzundur yolu. 1 dərəcəsi 111 kilometrdir. İndi daha çox olması üçün ən böyük paralel lazımdır bizə. Ən böyük paralel isə ekvatora ən yaxın olan paraleldir. 23 sentyabrda Günəş ekvatorda olursa, ona ən yaxın olan paraleldə kölgə ən az olacaq. Çünki Günəş nə qədər yaxından vurarsa, kölgə bir o qədər balaca olur. Ona görə də cavab olacaq 5-ci məntəqə. 103. Sxema əsasən 21 mart tarixində Günəşin birinci vəziyyətdən ikinci vəziyyətə neçə saata gəldiyini tap. Deməli, bu bucağımız 180 dərəcəli açıq bucaq. Bunun da 45-i buradadır. 45-i buradadırsa 90-ı getdi, yerdə qaldı 90. Deməli, birinci məntəqə ilə ikinci məntəqənin arası 90 dərəcədir. 90 dərəcə yol getmək üçün də bizə 6 saat vaxt lazımdır. Çünki 1 saatımız 15 dərəcədir. 22 dekabrda Bakıda gecənin uzunluğu nə qədərdir? Uşaqlar, bunu heç birimiz dəqiq bilmirik. Düzdür, 14 saat 43 dəqiqədir. Amma əgər dəqiq bilmirsinizsə, bunu tapmaq üçün məntiqdən istifadə etməlisiniz. 22 dekabrda Günəş cənub yarımkürəsində olur, Bakı isə şimaldadır. Deməli, Bakıda ən uzun gecədir. Ən uzun gecə hökmən ki 12 saatdan çox olur. Burada heç bir variantda 12 saatdan çox yoxdur. Ola da bilməz heç. Çünki heç bir şagird oturub Bakıda gecənin uzunluğunu hesablaya biləcək o coğrafi biliklərə sahib deyil. Heç müəllimlər də buna sahib deyil. Ona görə də bunu məntiqlə tapırsınız ki, 12-dən böyük olan hansıdır? 14 saat 43 dəqiqə. Keçənki testlərdə 14 saat 50 dəqiqə yazırlar. Yəqin gecənin müddəti azalıb bizdə. 105-ə bax. Sxemə əsasən A məntəqəsində 200 dəqiqə irəlidə və 2 saat 40 dəqiqə geridə ə, olan B və C məntəqələri müvafiq hansı coğrafi uzunluqda yerləşir? Deməli, bu cümləni oxuyub heç nə başa düşməyə bilərsiniz. Çox normaldır. Çünki mən də biraz baxandan sonra başa düşdüm. A məntəqəsindən 200 dərəcə irəlidə və 2 saat 40 dəqiqə geridə olan B və C məntəqələri müvafiq olaraq. Deməli, bu 200 dəqiqə irəlidə olma söhbəti B-yə aiddir. 2 saat 40 dəqiqə geridə olma söhbəti C-yə aiddir. Yəni, müvafiqlik buradadır. Elə bunu baxanda da görmək olur. B daha şərqdə, C daha qərbdədir. B əgər 200 dəqiqə irəlidədirsə, 200 dəqiqəni gəlin dərəcəyə çevirək. Bölək 4-ə. Çünki 4 dəqiqəmiz 1 dərəcə. Bu eləyir 50 dərəcə. A isə 22 dərəcə şərq uzunluğundadır. Qrinviçdən şərqdə.
50 dərəcədə şərqə getsəm 72 şərqə çataram. B yerləşdi 72 şərqdə. C məntəqəsi 2 saat 40 dəqiqə geridədir. 2 saat 40 dəqiqəmiz neçə dərəcə edir? 1 saat 15-dirsə, 2 saatımız 30 dərəcə. 4 dəqiqəmiz 1 dərəcədirsə, 40 dəqiqəmiz 10 dərəcə. Yəni oldu 40 dərəcə. C isə 40 dərəcə məsafədədir. 22 şərqdən 40 dərəcə qərbə getsəm, çatıram 18 dərəcə qərb uzunluğu. 72 şərq, 18 qərb cavab olur D variantı. B və C nöqtələri arasında yerli vaxt fərqinin 5 saat 20 dəqiqə olduğunu bilərək ABC-də xəttin uzunluğunu tapın. B ilə C-nin arası 5 saat 20 dəqiqədir. C-nin koordinatını verməyib, B-nin də koordinatını verməyib, yəni uzunluqlarını. 5 saat 20 dəqiqəni gəlin dərəcəyə çevirək. 5 saatımız 1 saat 15 dərəcədirsə 75 dərəcədir. 20 dəqiqəmiz isə 4 dəqiqə 1 dərəcədirsə 5 dərəcədir. 20 böldüm 4. Deməli, B ilə C-nin arası 80 dərəcədir. Harda? Ekvatorun üstündə. Deməli, bura 8880 kilometrdir. 80-i vurdum 111. ABC-də xəttini soruşur. A-dan B-yə 40 dərəcədir. Meridian üzrə 40 dərəcə vur 111, 4440 eləyir. C-dən D-yə 10 dərəcədir. Meridian üzrə 10 vur 111, 1110 eləyir. İndi bu üçünü toplayırıq. 4440 üstə gəl 1110, 5550. Üstünə də 8880 eləyir 14430. Cavab olur Y variantı. Baxırıq 107-yə. Yer kürəsi öz oxu ətrafında 1 saatda neçə dərəcə dönsəydi, 180 dərəcə meridian xətti 10-cu saat qurşağın orta meridian olardı. Bayaq belə bir sual var idi. Biz dedik ki, normalda 180 dərəcəli meridian 12-ci saat qurşağın ortasıdır. Bunu da necə tapdıq? 180-i 1 saatlıq dönməyə, yəni 15-ə böldük. İndi 180-i mən neçəyə bölüm ki, bu 10-cu saat qurşağın ortasına düşsün? Bu da 180 bölünsün 10 bərabərdir 18. Yəni yer kürəsi 1 saatda 18 dərəcə dönərsə, 180 10-cu saat qurşağın ortasına düşər. 18 vur 10, 180. Eylerman diaqramına əsasən diaqramı tamamlamayan bənd. 12-ci saat qurşağı, bu 180 dərəcəli meridiandır. 24-cü saat qurşağı, bu isə Greenwich meridiandır, yəni 0 dərəcəli meridian. Bunları tamamlamasın. Bütün yarımşərdə yerləşirlər. Bəli, yeganə meridianlardır ki, yeganə saat qurşaqlardır ki, həm şərq, həm qərb, həm şimal, həm cənuba düşürlər. Yerdə qalan hamısı 1-dən 11-ə qədər şimal, cənub, şərqdə, 13-dən 23-ə qədər şimal-cənub qərbdədir. Bunlar isə ikisinin ortasıdır. Yəni bütün yarımşərdə yerləşirlər ortaqdır. Qərb sərhəddi ilə şərq sərhəddi arasında 15 dərəcə var. Bütün saat qurşaqlarında belədir. Orta meridian ilə Bakı şəhərinin yerləşdiyi meridian arasında yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. Cavab bu olacaq. Gəlin o birlərə baxaq, sonra bunu izah edərəm. Şimal buzlu okean yerləşir bütün meridianlarda. Avrasiya materiki yerləşir. Bəli, həm Greenwich, həm 180 Avrasiyanı kəsir. 3 saat 20 dəqiqə üçün bizə lazımdır 3 vur 15, 45 dərəcə. 20 dəqiqəni də çevirəndə böl 4-ə 5 dərəcə. Yəni 50 dərəcə. Həm Greenwich, həm də 180 Bakıdan 50 dərəcə məsafədə yerləşə bilməz. Greenwich yerləşir. Greenwich 0-da biz 50-dir. Amma 180 ilə bizim aramızda 130 dərəcə məsafə var. Ona görə cavab olur C variantı. 109-a baxırıq. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən et. Bu dəfə isə ortağı istəyir. Yenə 100, 180 və 0. London şəhəri yerləşir 0-da. Qərb sərhəddi ilə şərq sərhəddi arasında 60 dərəcəlik fərq var. Heç bir saat qurşağında belə bir şey yoxdur. 15 dərəcədir. Orta meridianla Bakı şəhərinin yerləşdiyi meridian arasında yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. Bunu bayaq hesabladıq. Bu 0-a düşür. Hə, tamamlamayanı soruşur da usta. Yəni bu 0-a düşür, amma 180-ə düşmür. Yəni birinə aiddir, birinə yox.
C-ni götürəcəyik. Atlantik Şimal Buzlu okeanı kəsir. E, Greenwich kəsir Atlantiklə Şimal Buzlu okeanı. Amma 180 dərəcə meridian Atlantiki kəsmir. Avrasiya materiki yerləşir hər ikisində. Mən bunu nəsə səhv elədim. Sualın şərtini bir də oxuyaq. Eyler-Venn diaqramı tamamlayan. Hə, yəni ikisinə də aid olanı seçməliyik. London şəhəri yerləşir yalnız sıfırda. Qərb-şərq sərhədi 60 dərəcədə heç birində. Bakı ilə 3 saat 20 dəqiqədir Greenwich. Atlantik Şimal Buzlu okeanı kəsir Greenwich. Avrasiya materikini kəsir hər ikisi. Cavab olur Y variantı. Şərti nəsə beynimdə qarışdırdım. Tamamlamayan kimi başa düşdüm. 110-a baxırıq. A nöqtəsindən hərəkətə başlayan birinci təyyarə şərq istiqamətində 3843 kilometr uçaraq B nöqtəsinə çatmışdır. Oxudum, dayandım. A nöqtəsindən B nöqtəsinə uçub 3843 kilometr yol gedir. Bunlar da yerləşir 40 dərəcə paralelin üstündə. İndi 40 dərəcə paralelin üstündə 3843 kilometr neçə dərəcə olduğunu bilmək üçün onu 1 dərəcənin qiyməti olan 85,4-ə bölməliyik. 3843-ü də 85,4-ə böləndə eləyəcək 45 dərəcə. Deməli, A-dan B-yə məsafə 45 dərəcədir. Eyni meridian üstündə olduqlarına görə D-dən C-yə də 45 dərəcədir. Ardını oxuyaq. C nöqtəsinin 6-cı saat qurşağının orta meridianda yerləşdiyi nəzərə alırıq. 6-cı saat qurşağının orta meridianı düşür 90 dərəcə şərq uzunluğuna. Vuruq 15-ə tapırıq. Yəni B ilə C 90 dərəcə şərq uzunluğunda yerləşir. Bu nöqtədən qərb istiqamətində hərəkətə başlayan ikinci təyyarənin çatdığı D nöqtəsinin yerləşdiyi saat qurşağını müəyyən edir. Arada 45 dərəcə var. C-dən D-yə uçursa 90-dan 45 dərəcə qərbdə ilə 45 dərəcə şərq uzunluğu eləyir. 45 dərəcə şərq uzunluqda hansı saat qurşağında yerləşir? Bölürük 15-ə, elə 3 tam düşür. Olur 3-cü saat qurşağı. A variantı. Belə uzun məsələləri uşaqlar hissə-hissə, nöqtəyə-nöqtəyə, yəni birinci nöqtəyə, ikinci nöqtəyə qədər oxuyaraq tapmalısınız. Əks halda bu boyda şey oxuyub birdən eləməyə çalışsanız sizin üçün çətin ola bilər. Hansı coğrafi uzunluqla 180 dərəcə meridian xətti arasında yerli vaxt fərqi 1 saatdan çoxdur? 1 saatdan çoxdursa, deməli 15 dərəcədən daha uzaqdadır. Bu da 160 dərəcə qərb uzunluqda 20 dərəcə uzaqlıqdadır. Məsələn, 175-lər 5 dərəcə uzaqdadır. 170-lər 10 dərəcə uzaqdadır. Amma 160 20 dərəcə uzaqdadır. Aşağıdakı ölkələrin hansında saat digər 4 ölkədən fərqlidir? Bunun üçün bunların 4-ü eyni saat qurşağını istifadə eləməlidir. Biri isə fərqli. Bunu məntiqlə axtarsaq, əgər Almanya, İtaliya bir-birinin altındadırlar. Üstlərində də İsveçdir. Bu üçü eyni saatdan istifadə edə bilər. Yerdə Yunanistanla İspaniya qalır. İspaniya qərb tərəfə düşür. İspaniyanı Greenwich kəsir deyə İspaniya düşür qərb uzunluqlarına. Ona görə yəqin ki, burada məntiq İspaniyanı götürmək olacaq. Əslində Yunanistan da şərqi istiqamətində yerləşir biraz. Amma burada yəqin ki, məntiqi cəhətdən bizdə qərbdə yerləşəni tapmaq istənilir. Yer kürəsi öz oxu ətrafında 1 saat ərzində neçə dərəcə dönsəydi, 30 dərəcə şərq uzunluğu 1-ci saat qurşağının şərq sərhədini təşkil edər. Bu gördüyünüz kimi fantaziyadır. Neçə dərəcə dönsəydi. 1-ci saat qurşağının şərq sərhəddi normalda düşür 22,5-ə. Bunu necə tapırıq? 1-i vururuq 15-ə, 15 eləyir. 15-i qoyuruq ortaya, 1-ci saat qurşağının ortası olur. Şərq sərhəd deyəndə üstünə 7,5 gəlir. Qərb sərhəd deyəndə də 7,5 çıxır. Yəni 7,5 ilə 22,5 normalda 1-ci saat qurşağının şərq sərhəddidir.
İndi bu 22,5-i mən başqa necə ala bilərəm? 15-i 1,5-ə vuraraq. Məsələn, bundan əvvəlki məsələlərdə 6 ilə 7-nin ortası deyir da. Vururduq 6,5-ə. Burada da 11-cinin şərq sərhəddi 1 ilə 2-nin ortası deməkdir. Çünki bu da avtomatik ikincinin qərb sərhəddi olur. Yəni 1,5-ə vuraraq da 22,5 tapa bilərəm. İndi neçəni 1,5-ə vursam 30 ala bilərəm. 30-u bölürəm 1,5-ə. Bu da eləyir 20. Deməli, yer kürəsi öz oxu ətrafında 1 saatda 20 dərəcə dönsə, 30 dərəcə şərq uzunluğu 1 saat qurşağının şərq sərhəddə olacaq. Sübut eləmək üçün 1-i vuraq 20-yə, eləyir 20. 20-ni qoyaq ortaya, üstünə yarısını gələk. Eləyir 30. 114. Yerin öz oxu ətrafında 1 saat ərzində neçə dərəcə dönsəydi, 10 dərəcə şərq uzunluğu və 10 dərəcə qərb uzunluğu meridianları 0-cı saat qurşağının sərhəddini təşkil edir. Baxın, 10 qərb, 0, 10 şərq. 1 saat qurşağı neçə dərəcə eləyib? 20 dərəcə. Deməli, elə 20 dərəcə dönməliymiş. Çünki normalda saat qurşaqları 15 dərəcədir və yer öz oxu ətrafında 1 saatda 15 dərəcə dönür. Baxırıq 115-ə. 126 dərəcə şərq uzunluğu 10 və 11-ci saat qurşaqlarının sərhədlərini təşkil edirsə. Bax, bu da fantaziyadır. Çünki normalda 10 və 11-in sərhədləri 10,5 eləyir. 15-ə vuranda bunu eləyir 160, 157,5. Normalda 157,5-dir 10-dan 11-in sərhəddi, ortası. Amma burada 126 yazıb. İndi mən necə tapdım bu 157,5? 10,5-i 1 saatlıq fırlanmaya vurdum. İndi mən 10,5-i neçəyə vursam 126 alaram. Yəni 1 saatda nə qədər fırlanır yer kürəsi? Bunun üçün 126-nı 10,5-ə bölürük. Cavab alınır 12. Yəni yer kürəsi 1 saatda 12 dərəcə fırlanır. Əgər yer kürəsi 1 saatda 12 dərəcə fırlanırsa, neçə saat qurşağı yaranır? Bölək 12-yə, eləyir 30. 30 saat qurşağı yaranır. 30 saat qurşağı. Normalda 24 saat qurşağı var, burada isə 30 saat qurşağı yaranacaq. İndi 27 qərb uzunluğu hansı saat qurşağında yerləşir tapmaq üçün normalda nə edirik? 15-ə bölürük. Amma bu dəfə 12-yə böləcəyik. 2 dəfə tam düşəcək. Qalacaq 3. Qalan qalıq 12-nin yarısından, yəni 6-dan kiçik olduğu üçün 2-ni olduğu kimi götürəcəyik. Amma qərbdə yerləşdiyi üçün 30-dan geri çıxacaq. Normalda 24-dən çıxırıq, burada 30-dan çıxacaq. Çünki bu bir fantaziya məsələsi. Cavab alınır 28. 116. Odlu torpaq adasının aşağıdakı xüsusiyyətlərinin hansı bu ərazinin yalnız cənub mülayim şıxlanma qurşağında yerləşməsi ilə bağlıdır? Yalnız bununla bağlıdır. Başqa səbəb yoxdur. Cisimlərin kölgəsi günorta vaxtı yalnız cənub istiqamətlə düşür. Bəli, bu ola bilər. Amma qütb işıqlanmada olsaydı da ola bilərdi. Çünki e, mülayim işıqlanma və qütb işıqlanmaya cənubda olanlara günəş həmişə şimaldan vurur deyə kölgələri yalnız cənuba düşür. Yəni bu təkcə mülayimdə yox, qütbdə olsa da mümkün olardı. Günəşin zenitdə olma prosesi müşahidə olunmur. Yenə də qütbdə olsaydı da olunmazdı. Gecə və gündüzün adi növbələşməsi pozulmur. Tropikdə olsaydı da pozulmazdı. Qütbdə olsa pozulur yalnız. 19 və 20 saat qurşağında yerləşir. Bunun mülayim işıqlanmaya falan aidiyyəti yoxdur saat qurşağının. İl ərzində günəş şüalarının üfüqi səth üzərində günorta vaxtı maksimum və minimum düşən uzaqlığı fərqi 47 dərəcədir. Bax, cavab budur. Çünki bütün mülayim işıqlanma qurşağında maksimum və minimum düşmə uzaqlığı 47 dərəcə olur. Məsələn, mülayim qurşaqdan bir dənə istənilən rəqəm götürək. Tutaq ki, 59 dərəcə cənub edir. Gəlin hesablayaq bunun maksimumu və minimumu. 59 dərəcə cənub enliyini çəkək. 23,5 cənub, 23,5 şimal. Günəş burada gedib gəlir.
Maksimum düşəcək 23,5 cənubda olanda hesablayaq. 90 çıxaq 59 çıxaq 23,5 çünki ikisi də eyni yarımkürədədir. 90 çıxaq 35,5. Bu da eləyir 54,5. Bu maksimum. Minimuma baxaq. Minimuma baxanda 90 çıxaq 23,5 şimalda olanda olur minimum. 59 üstə gələ 23,5. 90 çıxaq 82,5. Bu da eləyir 7,5. Maksimum 54,5, minimum 7,5. Çıxaq bir-birindən eləyir 47 dərəcə. İstənilən 23,5 və 66,5 arasında enlik götürsəz, yenə də cavab 47 alınacaq. 117. Şimal yarımkərəsində yerləşən K məntəqəsində günəş şüalarının günorta vaxtı il ərzində minimum düşmə bucağı 36,5 dərəcədir. Gəlin görək K məntəqəsi hardadır? Şimaldadır, X enliyində və günorta vaxtı minimum düşmə 36,5-dir. Minimum şimalda olan bir yerə minimum nə vaxt düşür? Günəş 23,5 cənubda olanda. Düsturu qoyaq yerinə baxaq. 90 çıxaq. Coğrafi enliyi bilmirəm. X. Plus 23,5. Niyə plus? Çünki biri şimal, biri cənub. Bərabər də 36,5. X üstə gələ 23,5. 90-dan 36,5 çıxanda 53,5 edir. 53,5-dən də 23,5 çıxanda 30 dərəcə edir. Deməli, məntəqə 30 dərəcə şimal enliyindədir. Bunu tapdım. İndi ardını oxuyuram. Bu məntəqədə günəş Bakı şəhərindən 80 dəqiqə gec çıxır. Görək məntəqənin uzunluğu neçə. Bakı 80 dəqiqə neçə dərəcə edir? Bölürəm 4-ə. 4 dəqiqən 1 dərəcə. 20 dərəcə. 20 dərəcə deməli Bakı ilə məsafəsi var. Gec çıxırsa əgər Bakıdan qərbdədir. Bakı 50 dərəcə şərqdədirsə, 20 dərəcə qərbə getsəm 30 dərəcə şərq uzunluğuna çataram. K məntəqəsi koordinatları 30 şimal, 30 şərq, D variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 3-cü saat qurşağı, 1-ci saat qurşağı, bunların oxşar fərqli cəhətləri. Şərq yarımkürəsində yerləşir hər ikisi. 1-dən 11-ə qədər hamısı şərqdədir. Orta meridian London şəhərindən keçir heç biri. Bu 0 dərəcə, 0-cı saat qurşağına aiddir. Azərbaycan yerləşir 3-cü saat qurşağında. Qonşu saat qurşağı ilə sərhəddi 7,5 şərqdən keçir. Bu 1-ci saat qurşağına aiddir. Çünki mərkəzi 15-dədir. Şərq sərhəddi 22,5, qərb sərhəddi 7,5 olacaq. 1-ə C, 2-yə D, 3-ə A, A variantı. 119. 50 dərəcəlik paralel üzrə yerin öz oxu ətrafında fırlanma sürəti 1075,5 km/saat olarsa, bu paralelin 1 dərəcəlik qoşusunu tapın. Orta fırlanma sürəti deyirsə, söhbət 1 saatdan gedir. 1 saatımızda 15 dərəcədir. İndi 15 dərəcəmiz 1075,5 kilometrdirsə, 1 dərəcəni tapanda 1075,5-i böləcəm 15-ə. Bu da eləyir 71,7. Cavab olur A variantı. 120-yə baxaq. 30 dərəcə qərb uzunluğu 16 və 17-ci saat qurşaqlarının sərhəddini təşkil edir. Aha. Bakı şəhərinin yerləşdiyi meridian hansı saat qurşağının sərhəddini təşkil edir? İndi burada bu da bir fantaziyadır. Çünki 16 və 17 saat qurşağının ortasını normalda 30 dərəcə təşkil eləmir. Neçə dərəcə təşkil edir? 15-i vuraram 16,5-ə. 15-i 16,5-ə vuranda alınır 247,5. Normalda 247,5 dərəcə şərq düşməlidir. 247,5 də yoxdur. Çünki bu qərbə düşdü. 16 və 17 qərbdə yerləşir. Ona görə bu 247,5-i 360-dan çıxmalıyam görüm neçə dərəcə qərbə düşür normalda.
Bu da edir 112,5 dərəcə qərb uzunluğu. Yəni normalda 112,5-dən keçir. Necə tapdım? 15-i vurdum 16,5-ə ortaya və 360-dan geri çıxdım. İndi 360-dan gəlin 30-u çıxaq. Eləsin 330 olmayan bir uzunluq. Bunu da bölək 16,5-ə. Yəni buradakı proseslərin tərsini eləyirəm. Görüm yer kürəsi 1 saatda neçə dərəcə fırlanır. Bölürəm 16,5-ə. 330-u da 16,5-ə böləndə alınacaq 20. Yəni yer kürəsi 1 saatda 20 dərəcə fırlanır. Bu zaman Bakı şəhəri yerləşdiyi meridian hansı saat qurşaqların sərhədini təşkil edir? Bakı 50 dərəcədədir. 50-ni bölürəm 20-yə, eləyir 2,5. Yəni ikinci və üçüncü saat qurşaqlarının sərhədini təşkil edir. 2,5 2 ilə 3-ün ortası edir. Cavab olur burada B variantı. 121. Eyler-Venn diaqramına əsasən uyğun saat qurşaqlarını müəyyən edin. Burada bizə cavabları verib sualı elə bil ki, özümüz qurmalıyıq. A hər ikisinə aiddir. Ən asan budur. Gəlin bunu tapaq. Qonşu saat qurşağı ilə sərhəddi 37,5 dərəcə meridian üzrə keçir. 30 2-nin ortasıdır. 45 3-ün ortasıdır. 37,5 bu ikisinin arası edir. Yəni A 2 və 3-cü saat qurşaqlarına aid olacaq. Digər variantları atıram. Cavab ya 1-3 olacaq, ya 3-1 olacaq. 3-1 onsuz da yoxdur. Cavab C olacaq. Amma gəlin uyğunlaşdıraq yenə də. Azərbaycan Respublikasının ərazisi yerləşir 3-cü saat qurşağında. B. Deməli, bura 3-cü saat qurşağıymış. Bura 1 imiş. Orta meridian 30 dərəcə şərq uzunluğudur. Bu 2-ci saat qurşağına aiddir. Doğrudur. Coğrafi uzunluğu 24 dərəcə şərq uzunluğu Afina şəhəri yerləşir. Bəli. Çünki 22,5-dən 37,5-ə qədər 2-ci saat qurşağıdır. 24 də o aralıqdadır. Bu da ora aiddir. Cavab elə C variantı olur. 3 sualımız qaldı. Bunlara da baxırıq. Element diaqramasından uyğunluğu müəyyən edin. 1-ci saat qurşağı, 0-cı saat qurşağı. Qonşu saat qurşağı ilə sərhəddi 7,5 şərq uzunluğuna keçir. Bu hər ikisinə aiddir. Çünki 7,5 şərq elə bu ikisinin sərhəddidir. London şəhəri 0-cı saat qurşağındadır. Orta meridian 15 şərqdir. 1-ci saat qurşağının. 1-ə C, 2-yə B, 3-ə A. Bu da eləyir D variantı. Baxırıq 123-ə. Əgər iki məntəqə arasında yerli vaxt fərqi 80 dəqiqə olarsa, bu məntəqələr hansı coğrafi uzunluqlarda yerləşə bilməz? Görək 80 dərəcə neçə dərəcə eləyir? 80-i bölək 4-ə, çünki 4 dəqiqə 1 dərəcədə eləyir 20 dərəcə. Cavablarda biz bir-biri ilə 20 dərəcə məsafədə olmayan məntəqə tapmalıyıq. 10 qərblə 10 şərq 20 dərəcədir. 62 şərqlə 82 şərq 20 dərəcədir. 7 qərblə 13 şərq 20 dərəcədir. 165 şərqlə 175 qərb. Bunu bəlkə başa düşmərsiniz. Gəlin çəkək. Bura 180-dir. Bura 165 şərqdir. Bura 175 qərb. 165-dən 180-ə 15, 180-dən 175-ə 5. Bu da 20 dərəcədir. Yəni bu da uyğun gəlir. Amma 42 şərqlə 38 qərbin arası elə 80 dərəcə edir. 80 dəqiqə yox, 80 dərəcə. Ona görə cavab olacaq D variantı. Son suala baxırıq. Günəş 25 dərəcə qərb uzunluğu ilə ekvator xəttinin kəsişmə nöqtəsində zenitdədir. Çəkək. Bu olsun ekvator. Bu da olsun 25 dərəcə qərb uzunluğu. Günəş də buradadır. Burada bir günəş var. Bu zaman ekvator çevrəsi ilə aşağıda verilmiş meridianlardan hansıların kəsişmə nöqtəsində şaquli bastırılmış cismin uzunluğu onun kölgəsinin uzunluğuna bərabər olur. Cismin uzunluğunun kölgənin uzunluğuna bərabər olması üçün Günəş ora 45 dərəcə bucaqla düşməlidir. Günəş hal-hazırda 25 qərb uzunluğuna 90 dərəcə bucaqla düşür. Hər hansısa bir yerə 45 dərəcə bucaqla düşməsi üçün həmin yer buradan 45 dərəcə uzaqda olmalıdır. Yəni 45 dərəcə qərbdə və 45 dərəcə şərqdə. 25 qərbdən 45 dərəcə qərbdə olan yer 70 qərb uzunluğudur. 45 dərəcə şərqdə olan yer isə
20 şərq uzunluğu. Ona görə cavab olur B variantı. B qrup tapşırıqlar bu qədər. Növbəti videoda biz C qrup tapşırıqlara baxacağıq. Sağ olun.